Göyçayın Cərli kəndində içməli su artezanı ilə bağlı kütləvi narazılıqlar var. Göyçay rayonunun Cərli kəndində yerləşən içməli su artezanının iş qrafiki ilə bağlı Cəyirli, Kürdəmiş və Türkmən kəndlərinin sakinləri, eləcə də içməli su daşıyan avtomobillərin sürücüləri narazılıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, hazırda artezan həftənin tək günləri səhər saat 10:30-dan axşam 17:30-a qədər, cüt günləri isə səhər saat 10:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Onların fikrincə, bu iş qrafiki xüsusilə yay aylarında əhalinin artan içməli su tələbatını qarşılamaq üçün kifayət etmir. Müraciətdə qeyd olunur ki, sözü gedən artezandan gün ərzində təxminən 100-ə yaxın su daşıyan avtomobil su götürür və hər avtomobil üçün 3 manat ödəniş edilir. Havaların isti keçməsi səbəbindən içməli suya tələbatın əhəmiyyətli dərəcədə artdığı bildirilir. Bu səbəbdən sakinlər artezanın gündəlik fəaliyyət müddətinin əlavə 4-5 saat uzadılmasını daha məqsədə uyğun hesab edirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemləri İdarəsinə müraciət edilib, qurumdan isə bildirilib ki, artezanın su verilmə qrafiki Nazirlik tərəfindən müəyyən edildiyi üçün yerli idarənin həmin qrafikə dəyişiklik etmək səlahiyyəti yoxdur. Əliyev Arzu, burada su maşınlarının birinci sürücüsüyəm. Bizim burada tələbimiz ancaq odur ki, bizim burada iş saatımız müəyyən qədər qalxsın, bu kəndin cəmaatına da su geçsin, biz də su götürək, biz də suyu əhaliyə daşıyırıq. İstəyirik ki, bizdən gələk vaxtında cəmaatın da suyunu çatdıraq, özümüzün də 5 manat, 3 manat çörək pulumuzu qazanaq. Bizim tələbimiz ancaq budur. Artsan səhər biraz tez açılsın, biraz gec bağlansın, cəmaat da narazı olmasın, biz də narazı olmayaq. Biz günortanın istisində ancaq işləyirik, saat 10-dan 5-ə qədər işləyirik. Hansı ki 40 dərəcə istidə dövlət də icazə vermiş işləməyə. Biz ancaq məcbur edək ki, beləncə işləyək. Onu da işləyə bilsək hələ. Deyək, gəlirik, dururuq. İndi burada bu dəqiqə 17 dənə maşın var. 17-ci maşın 2 saatdan sonra da olacaq. 2 saat yanıb dayanmağa məcburdur. Məcburdur dayansın, gözləsin. 3 manat çeklə ödənişini edirik. Musayev Arzu Səmədoğlu. Göyçay rayonu Kürşaban kəndi. Su maşını işlədirik bizdə. Biz də əhaliyə daşıyırıq suyu. Vaxtında gəlib cəmaatın suyunu apara bilmirik, çatdıra bilmirik. Bundan sonra səhər gəlirik, saat 7-dən dayanıb gözləyirik, o suyetimiz çatır saat 1-də. 1-də də 45 dərəcə istidə heç maşını sürəmirik. 1 res, 2 resçəmi su götürə bilirik, bundan artıq götürəmirik. Onlar da deyir ki, beləncək biz aça bilmirik tez artsanı. Bizə icazə vermirlər. Bu Qədə Babadan bu su saat 6-dan açıblar, gecə saat 9-a kimi işləyib. Düz 56 ildir bu artsan işləyir, elə işləyib. Cəmaata əhaliyə daşınır. Bu da vaxtında cəmaatın əmək haqqı ilə vurulma artsandır. İndi puldur, dövlətə keçirdirik. Biz hava istəmirik. İndi yayda da bu 1 ay, 2 ay hava istidir. Suya tələbat çoxdur. Cəmaat su istəyir, biz də siyir apara bilmirik. 10 adam su istəyir, onun işini apara bilmirik. Mən Adyozalov Nizat Nizamoğlu, Göyçay rayonu Cərkənd sakini. Özüm təzə bir adamam. Sosial problemləri insanlardan biriyəm. Neçə illərdir, yəni tarixə nəzər salanda 1970-ci ildə bu gördüyünüz artsan vurulub, dəfələrlə nə qədər müraciətlər olunub, su idarəsinə, icra hakimiyyətinə, yəni yeraltı durma xəttləri dəyişilməlidir. Cəhri kənd sakinlərində, ondan sonra insanların da xahişi ondan ibarətdir ki, bu yeraltı durma xəttləri dəyişilsin, insanlara rahat su geçsin. Həm indi o sürücülər baxımından, həm kənd sakinləri baxımından. Yəni burada ən böyük problemlərdən biri o ki, yeraltı durma xəttləri dəyişilsin. Durma xəttlərdəki 56 il, istismar müddəti 40 ildir, bu 56 ili keçib. Xahişimiz, səbəbimiz bundan ibarət. Mübarək Göyçay rayonu Türkmən kəndində olur. Mən 3 gündür su demişim, su maşınına gətirmir. Deyir, burada vaxt yoxdur, çatdıra bilmirik. Vermirlər su. Biz də yayın işçisidə qalmışıq susuz. 9 baş külfəti, körpə uşaqlarla susuz həyat yoxdur da. Vermirlər su, gətirə bilmirlər şoferləri. Xahiş edirik, bu şərait yaratsınlar, bu şoferləri də sudan daşsın, geçsin, versinlər də bu əhaliyə. Kənan İbrahimov. Mənim atam neçə illərdir bu işlə məşğul olub, rəhmətə gedib. İndi bu işi mən görürəm. Sənəti atmıram, klientlərim var. 5 nəfər su istəyənim var, gəlmişəm sabahçılarından bura. Bir de su götürmüşəm, ac yalavac oturmuşam burada. 10 manat çörəyim olub. O ilə mən nə inkişaf edə bilərəm? Burada günüm gedir, ömrüm gedir. İstifadə eləməyəcəm, öz öyümdə çay suyum yox, yemək suyum yox. Yəni, belə olmur. Bu artçanın vaxtı artar, mən də gələm, götürəm, gedəm. 5-10 dəqiqədə həyatımda işləyəm. Klientlərimə də vaxtında su verərəm, onlar da zəng eləməzlər, incitməzlər.
isti maşında tələsdirirlər. Göyçay naminə olaraq sakinlərin müraciətini ictimailəşdirdik və ümid edirik ki, aidiyyəti qurumlar mövcud vəziyyəti nəzərə alaraq məsələyə operativ baxacaq, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atacaqlar. Qeyd edək ki, yaranmış problemlə bağlı aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyini və açıqlamasını da dərc etməyə hazırıq. Etibar Bəşirov, Göyçay naminə.